Ceyhun salam qardaş, hər vaxtın xeyir olsun. Ceyhun belə bir ailə yazıb mənə sosial şəbəkə üzərindən də Şəkidə yaşayırlar. Burada təsadüf yolumuz düşüb gəlmişəm. Qardaşlardan bir xahiş eləyərdik. 5-dən 3-dən kimin nə gücü çatır? Kart hesabı belə şifahi bilirsən? Nəsə kart hesabı deyə bilərsən? Nəsə müraciət eləyə bilirsənsə elə. 3 övladı var, bu qız xəstədir, başında problemi var. Oğlum da xəstədir. Bir oğlu. HPDP-nin daşıyıcısıdır. Nə? HPDP-nin daşıyıcısı. EPDP-dir nədir o? HPDP. Hə. Özümdə kommunxozda işləyəm, 378 manatla dolana bilmirəm, qardaş, köməkli eləyim mən. Hə, belə də, yəni ev şəraitləri budur. Göstərəcəm sənə. Yəni yaşayışları 0 dərəcəsindədir də. Yəni bunu yaşayış demək olmaz. Bax qardaşım. Göstərəcəm sənə. Yəni kirayə də özdə bu. Bilirsən nə vəziyyətdədirlər, yəni pis vəziyyətdədirlər. Yəni 5-dən 3-dən kimin nəyə gücüsatı 2 manatdan 3 manatdan atsınlar, kartı indi atacağam. Kartı bir dənə verin mənə. Kartı bir dənə verin. Uşaqlar, Ceyhun